9-cu mövzu artikel. Artikel isimlə işlənir və artikelin iki növü vardır. Qeyri-müəyyən artikel, müəyyən artikel. Əgər dialoq zamanı qarşı tərəfə ilk dəfə məlumat verəcəyiksə, o zaman qeyri-müəyyən artikel işlənir. Lakin danışana və ya dinləyənə artıq məlum isim haqqında danışacaqsa, bu zaman de artikeldən istifadə olunur. Qeyri-müəyyən artikel an, müəyyən artikel isə de artikeldir. İndi danışacağımız da indefinite artikel qeyri-müəyyən artikeldir. Qeyri-müəyyən artikel, an artikeli sözün başladığı hərfdən deyil, səsdən asılıdır. Çünki bəzi sözlərin ilk hərfi yazıldığı kimi tələffüz olunmur. Keçirik. Samit səs, an sait səs. Sayılan tək ismin qarşısında artikel işlənir. Sayılmayan və cəm isimlərlə artikel olmaz. Hundred, thousand, million sayıları ilə artikel işlənir və ya one da işlədə bilərsiniz. Hundred deyə bilərsiniz və ya 100 deyə bilərsiniz. Cəmlənərsə, misal üçün yüzlərlə tərcüməsi verərsə, o halda olmaz. Hundreds of bu halda artikel istifadə etmir. Müəyyənlik artikeli isə, yəni de artikeli fərqi yoxdur. Sayıldı, sayılmadı, tək oldu, cəm oldu. Hər növ isimlərlə istifadə olunur. Baxaq görək, müəyyənlik artikeli hardadır? Tək olan bütün varlıqlarla müəyyənlik artikeli istifadə olunur. The sun, the moon, the earth, the sky, the world, bu kimi sözlərdə müəyyənlik artikelindən istifadə edirik. Bu birinci qayda. Daha sonra play sözündən sonra musiqi alətləri gələrsə, de artikel istifadə edirik. İdman oyun adları gələrsə, artikel olmaz. Sifətlər isimləşərsə, substantivləşərsə, de artikeli mütləq istifadə olunmalıdır. Deyirəm young, cavan, sifətdir. Amma deyəndə the young, bu olur cavanlar. İsimləşdir. Sifət üstünlük dərəcəsində de artikeli qəbul edir. Good, better, the best. Soy adlarının qarşısında mütləq de artikelini yazmalıyıq. The Aliyevs. Lakin insan adlarının qarşısında artikel yazılmır. Sıra sayılarının qarşısında mütləq artikel yazılmalıdır. The first. Dillər. Dillər. Əgər language sözü ilə istifadə olunarsa, mütləq de artikelini yazmalıyıq. Lakin language sözü yoxdursa, o halda artikelsiz yazılır. Yəni, ya deyirsiniz English, ya da deyirsiniz the English language. Millət adları de artikellə yazılır. İndi burada ehtiyatlı olursunuz. Çünki bu, buraxılış imtahanında çox tez-tez düşən və şagirdlərin səhv saldığı bir mövzudur. İndi burada diqqətli olun. Deməli, English deyəndə bu İngilis dilidir. Və ya İngilis dilini the English language olaraq deyə bilərəm. Lakin the English görəndə bu İngilis milləti olaraq nəzərdə tutulur. Yəni canlı nəzərdə tutulur. English bu dildir, the English isə artıq millətdir, xalqdır, canlıdır. Ona görə qarşıda duran de artikelına mütləq fikir verin. Ölkə adları, əgər ölkə adının qarşısında Republic, Union, Kingdom, State, United sözləri varsa, de artikeli mütləq orada olmalıdır. Amma müəyyən ölkələr istisna olmaqla ölkə və şəhər adları artikelsiz işlənir. Misal üçün, deyirəm Azərbaycan, artikel qoymuram. Amma Republic desəm, onda deməliyəm The Azərbaycan Republic. Coğrafi cəhətlər de artikeldən istifadə olunur. Bütün su hövzələri de artikeldən istifadə olunur. Dağ silsilələri, the Alps, səhralar, qrup adalar de artikeldən istifadə olunur. Bəs harada artikel istifadə olunmaz desəniz, elm və fən adları ilə yemək adlarının qarşısında artikel istifadə olunmaz. Most sözü, bu sözdən biraz ehtiyatlı olursunuz. Most sözündən sonra isim gələrsə və əksəriyyət tərcüməsi verildiyindən artikel olmaz. Misal üçün, most people, əksər insanlar. Bu halda artikel yazmırsınız. Most sözündən sonra sifət gələrsə, bu deməkdir ki, sifətin üstünlük dərəcəsinin göstəricisidir və mütləq de artikeli yazılmalıdır. The most beautiful. Parklara xüsusi adlar verilərsə artikel olmaz. Hyde Park misal üçün.
Lakin parkda oturmuşam, parkın içində gəzirəm. Bu kimi sözlərdə artikel yaza bilərsiniz. In the park. Lakin parkın xüsusi adı dedikdə, xüsusi adı olan parklarda yazılmaz. İsmin qarşısında, hətta o isim sayılan tək isim olsa belə, misal üçün e-book, yiyəlik və işarə əvəzli gələndə artikel yazılmış. My book, this book, bu kimi sözlər. Sizə dərs izah etdim, mən Ayda Maarif.